Sənayedə və laboratoriyada. Sənayedə havadan alınırdı, düzdür? Sənayedə havanın fraksiyalı distilləsindən -200 qədər soğurulur, -196-da Ay sağ ol, əhsən. azot, -183-də oksigen alınır. Ay sağ ol, əhsən, əhsən. Laboratoriyadakı havadan azotun Ay sağ, bir dənə icazə ver. Havadan azotun alınması fiziki hadisədir, yoxsa kimyəvi hadisədir? Fiziki. Ay sağ ol, əhsən. Hə. Laboratoriyada necə alınır? Onları de. Amonyum nitritin parçalanmasından. Ay sağ ol. Oradan nə alınır? Amonyum nitriti parçalasaq. NH4NO2-dir. Oradan N2-dən su. Ay sağ ol. Başqa hansı necə alınırdı? Başqa? Sonra amonyum dixromatın parçalanmasından. Ay sağ ol. Amonyum dixromat parçalanana nə verirdi? Xrom 2O3 ilə azot su. Afərin. Bir dənə də var idi deyəsən, miski oksidin su ilə, amonyakla reaksiya. Miski oksid. Miski oksidin amonyakla. Oradan nə alınır? Azot su. Ay sağ ol, əhsən. Nurlandı görək azot su ilə reaksiyaya girir, yoxsa girmir? Azot su ilə. Azot su ilə reaksiyaya girirdi, yoxsa yox? Daş alınır. Azot su ilə reaksiyaya girmirdi, yadda saxlayırsan. Azot su ilə reaksiyaya girmirdi. De görək azot halogenlərlə reaksiyaya girirdi, yoxsa girmirdi halogenlərlə? Azot halogenlərlə girirdi. Halogenlərlə girmir. Girmirdi, yadındadır? John. Ay sağ ol. Girmirdi halogenlərlə. Nurlandı görək azotla hidrogen reaksiyaya adi şəraitdə girir, yoxsa temperaturda girir? Yüksək temperaturda. Temperatur, təzyiq, eyni zamanda katalizator. Nurlandı görək azotla oksigeni bir qabda saxlamaq olar, yoxsa olmaz? Azotla oksigeni bir qabda saxlamaq olar, yoxsa olmaz? Azotla oksigeni bir qabda saxlamaq olar, yoxsa olmaz? Onu bir dənə de. Azotla oksigeni bir qabda saxlamaq olar, yoxsa olmaz? Olmaz. Olmaz. Səbəb nədir? Niyə olmaz? Olmaz deyirsən. O zaman o qazları bir qabda saxlamaq olmaz ki, Nurlan, onlar bir-biri ilə nə etsin? Onlar bir-biri ilə reaksiyaya girsin. Reaksiya daxil olur. İndi sən de görək azotla oksigen reaksiyaya girir, yoxsa girmir? Onlar əslində azotla oksigen 2000 dərəcədə. Ay sağ ol. Azotla oksigen 2000 dərəcədə girir. Ona görə azotla oksigeni bir qabda saxlamaq olar. Əhsən. Nurlan de görək düz deyirsən. Azotla oksigenin reaksiyası endotermikdir, egzotermikdir. Azotla oksigen. Endotermik. Endotermik. Afərin, əhsən. Endotermikdir. Həmin reaksiyanı biz yanma reaksiyası götürürdük, yoxsa götürmürdük azotla oksigenin reaksiyası? Biz yanma götürürdük, yoxsa götürmürdük? Götürmürdük. Götürmürdük. Amma normalda bilirsən ki, oksigen iştirakı ilə gedən reaksiya var. Yanma reaksiyası. Yanma reaksiyasıdır, əhsən. Nurlan de görək azotun hidrogenli birləşməsi əsası xassələri